Hər vaxtınız xeyir. Bu video paylaşımda yaxın gələcəkdə 10 illiklər ərzində əmək bazarında tələb olunan 4 başlıca zəruri səriştə bilik və bacarıq haqqında danışacağım. Birinci yerdə gəlir rəqəmsal savadlıq. Təhlillərə əsasən 2030-cu ilədək əmək bazarında işlərin demək olar ki 50%-dən artığı məhz rəqəmsal savadlıq tələb edəcək. Və rəqəmsal savadlıq dedikdə ilk növbədə müasir informasiya kommunikasiya texnologiyaları, cihazlar, alətlərlə, internet platformaları ilə, o cümlədən sosial şəbəkələrlə sərbəst işləyə bilmək, bu iş prosesində yaranan problemləri sərbəst həll edə bilmək və eyni zamanda dəyər yarada bilmək, dəyər formalaşdırmaq bacarığı nəzərdə tutulur. İkinci yerdə əmək fəaliyyətinin avtomatlaşdırılması bacarığı gəlir. Burada söhbət ondan gedir ki, süni intellektdən və müasir cihaz və alətlərdən istifadə etməklə işçi rutin işlərini avtomatlaşdıra bilməlidir və rutin işlərin avtomatlaşdırılması işçiyə imkan verəcək ki, o, insan müdaxiləsi tələb edən istiqamətlərə daha çox fokuslansın və əmək məhsuldarlığı da beləcə artacaq. Üçüncü yerdə gələn bacarıq zamanın tələbi ilə uzlaşır, dayanıqlı əmək fəaliyyəti bacarığı. Dayanıqlı əmək fəaliyyəti bacarığı nəyi nəzərdə tutur? Tullantıların azaldılması, onların təkrar istifadəsi, yaşıl enerjidən istifadə və hər belə ətraf mühitin çirklənməsi və karbon emissiyalarının qarşısının alınması. Nəhayət, sonuncu yerdə təhlil etmə və tənqidi yanaşma qabiliyyətlərinin təkmilləşdirilməsi istiqaməti gəlir. Əmək prosesi, əmək fəaliyyəti son dərəcədə mürəkkəb və kompleks bir prosesdir və burada hər bir işçinin tənqidi yanaşa bilmə, təhlil etmə bacarıqları çox yüksək səviyyədə olmalıdır ki, ümumi işə xələl gəlməsin. Hər bir işçi hadisə və prosesləri, ona ötürülən, daxil olan gündəlik məlumatları təhlil edə bilsin, düzgün nəticələr çıxarda bilsin və müəyyənləşdirə bilsin ki, hər hansı məlumatın ona nə dərəcədə dəyəri və faydası və yaxud zərəri var. Əgər yoxdursa bu məlumatın onun üçün və yaxud müəssisə, təşkilat, idarə üçün həmin məlumatı zamanında bloklasın və vaxtını və enerjisini tükətməsin. Beləliklə, rəqəmsal savadlıq, əmək fəaliyyətinin avtomatlaşdırılması, dayanıqlı əmək fəaliyyəti, təhlil etmə və tənqidi yanaşma qabiliyyətinin təkmilləşdirilməsi, söhbət bu bacarıqlardan gedir.